Bugün sizlere ikinci hissə DİM test toplusunda olan situasiyaların bir izahını vereceğim. İlk önce gəlin başlayaq birinci situasiyamızdan. Əvvəlcədən qeyd eləmək istəyirəm ki, ikinci şans imtahanı üçün hazırlaşmaq istəyən abituriyentlərin nəzərinə 051 447 02 51 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz və yaxud da ki Instagramdan bu səhifəni izləyərək imtahanda biologiyadan həm də kimyadan nə tipli testlərlə rastlaşa bilərik. Qəbul tipli testlərin işləyərək nəticənizi yüksəldə bilərsiniz. Vaxt itirmədən başlayaq situasiyamıza. Deyir ki, alim kalsium oksidi kömür vasitəsilə reduksiya etməklə kalsium metalını almaq fikrinə düşür. Bu məqsədlə o kalsium oksidi artıq miqdarda kömür qarışığı hava ilə daxil olmaqla qızdırır. Lakin onun nəticəsindən kalsium metalı deyil, bozumtul maddə alınır. İstədiyi nəticəni almayan alim köməkçisindən bu maddənin atılmasını xahiş edir. Köməkçi isə onu gölməçədən birinə atıb geri qayıtmaq istəyəndə gölməçədəki suda qaz qabarcıqlarının əmələ gəldiyini görür. Dərhal bunu xəbər verir və bununla da alim elmi əhəmiyyətli bir kəşfə imza atmasına səbəb olur. Deməli, burada gördüyünüz həmin bu situasiya 2019-cu ildə, daha doğrusu 2020-ci ilin qəbul imtahanında istifadə edilmiş situasiya nümunəsidir. Deməli, biz bilirik ki, az aktiv metallara kömürlə reduksiya etdikdə metalı almaq olur. Lakin aktiv metalların oksidinə biz kömürlə təsir etdikdə, imenli burada kalsium oksid dediyinə görə metalı ala bilmirik. Biz buradan alacağıq nəyi? Kalsium karbidi və dəm qazını. Bunu əmsallaşdırmağa ehtiyac varmı? Bura bir karbonun qabağına 3 yazsaq kifayətdir. Gəlin baxaq görək bizdən nələr istəyir. Deyir ki, kalsium metalı əvəzinə təcrübədən alınan bozumtul maddənin formulunu və adını yazın. Bozumtul maddənin formulu, baxın, kalsium C2-dir və adı isə kalsium karbid. Sonra ikincidir, gölməçədə qaz qabarcıqlarının ayrılmasına səbəb olan reaksiyanın tənliyini yazın, tərtib edin və əmsallaşdırın. Kalsium karbidin su ilə reaksiyasından biz bilirik ki, üzvü maddələrdən alkin alınır, yəni C2H2 asetilen və kalsium hidroksid. Bu reaksiyanı əmsallaşdırdıqda isə suyun qabağına 1-2 atırıq və salam. Düzəlir. Bizdən üçüncüdə istədiysə, deyir, bozumtul maddənin alınması zamanı 28 qram kalsium oksidin tam reaksiya getdiyi şəraitdə alınan qazın həcmini tapın. Biz buradan kalsium karbidin kütləsini nə qədər götürməliyik? Deməli, 40 üstə gələ 24 eləyəcək 64. 40 üstə gəl 24. 64 eləyəcək. 64-dən mən nə qədər qaz almışam? 22,4. Burada bir şey qeyd eləməliyəm ki, bunun kütləsi 56 qram olanda mən nə qədər alıram kalsium karbidi? 1 mol alıram. Bu isə mənə deyir 28 qramdır. 28 qramda isə x mol alaram. Buradan x çıxır 0,5 mol. Mən bunun 1 molundan 22,4 litr asetilen qazı alıramsa, əlimdə olan 0,5 moldan isə y litr alaram və y də buradan bərabər olmuş olur 11,2 litrə. Bu oldu bizim birinci situasiyamız. Növbəti ikinci situasiyada bunun eynisidir. Gəlin elə bunun üzərində yazaq. Deyir, Alman alimi Wöhler kalsium oksidi kömür vasitəsilə reduksiya etməklə sərbəst kalsium metalının almaq fikrinə düşür. Bu məqsədlə o kalsium oksidi və artıq miqdarda kömürü hava ilə olmadan birlikdə qızdırılır. Rankin reaksiya nəticəsində kalsium metalı deyil, bozumtul kül alınır. İstədiyi nəticəni almayan Wöhler xidmətçisindən külün atılmasını xahiş edir. Xidmətçi isə külü yağışdan yaranan gölməçənin birinə atıb geri qayıtmaq istəyəndə gölməçədəki suda qaz qabarcıqlarının əmələ gəldiyini görür. Dərhal bunu Wöhlerə xəbər verir və bununla da alimin elmi əhəmiyyətli bir kəşfə imza atmasına səbəb olur. Deyir, xidmətçinin gölməçədə
müşahidə etdiyi qazın kimyəvi formulunu yazın və adlandırın. Deməli, orada çıxan belə deyək də, qazımız asetilen qazıdır. C2H2 asetilendir və yaxud da etin də yaza bilərik. Bu şəkildə olar adı. Sonra ikinci, Völerin kalsium metalını almaq məqsədi ilə apardığı kimyəvi reaksiyanı yazın və əmsallaşdırın. İstədiyi reaksiya bu idi. Buradan qeyd eləmişik biz bunu. Deyir, gölməçədə qaz qabarcıqlarının ayrılmasına səbəb olan reaksiyada 5,6 litr qaz ayrılmışsa, reaksiya daxil olan suyun kütləsini hesablayın. Deməli, mən buradan görürəm ki, yenə eyni reaksiyadır. 2 vur 20, nə qədər su reaksiya girib? 18 qram suda 22,4 litr girib. Bəs nə qədər suya 5,6 girər? Buradan da X çıxmalıdır 9 qram su. Bu şəkildə.